bu zamanla yaşayırıq. Yəni qısıtlanmış maddi zamanla özümüzü əhatə edəndə, yalnız zahiri zamanla özümüzü əhatə edəndə ibadətlərimizi də buna belə yönəldəndə, zahiri ibadətlərə bağlı qalanda həyat da qısalır, gün də qısalır, zaman da qısalır, hər şey qısalır. Elə ki biz ilahi zamana görə Allaha qulluq olaraq masivadə Allahdan o azadlığı əldə edəndə, hər şeyi Allaha buraxanda, hər şeyi Allah üçün edəndə və onu mərkəzə qoyanda bizim azadlığımız da o qədər genişlənir. And olsun əncirə və zeytuna, and olsun Sinay dağına, and olsun bu təhlükəsiz şəhərə. Biz insanı ən gözəl surətdə yaratdıq. Sonra isə onu aşağı qatların ən aşağısına qaxacağıq. İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla, onlar üçün